Sokarın Rumuniyada rəhbəri, eyni zamanda əsasən maliyyə rəhbəri Ramin Əsədullayev barədə biabırçı material dünyanı zəbt elədi. Dünya gündəmini zəbt elədi. Baxaq bir hələ kadrlara. Sokar Rumıniyanın baş direktoru Ramil Əsədullazadə Rumıniya mediasında qalmaqalla gündəm olub. Nüfuzlu Kankan nəşri onun şirkətin kadrlar direktoru Bibiana Konstantinlə gizli münasibətdə olduğunu yazıb. İddialara görə Əsədullazadə Buxarestdəki ofisdən çıxdıqdan sonra Vanessa rayonundakı ticarət mərkəzində Konstantinlə görüşüb. Qısa dayanacaqdan sonra onlar klub Snagova gedərək şərab süfrəsi arxasında 3 saatdan çox vaxt keçiriblər. Daha sonra cütlük klubun mehmanxanasında bir neçə saat qalıb. Klubdan çıxarkən əl-ələ tutaraq öpüşməsi jurnalistlərin diqqətindən qaçmayıb. Hətta Buxarestə dönüşdə Konstantin artıq gizlənməyib və Əsədullazadənin yanında ön oturacaqda əyləşib. Bu dəhşətli bir işdir. Birinci, niyə görə dəhşətli bir işdir? Bu baz oğlan. Birinci, kölgə donanmasından da səhv eləmirəmsə bu qənimət əldə eləyibdi. İkinci, Rusiya neftini digər ölkələrdə satan şərəfsizlərdən biridir. Üçüncüsü, bu adamın arvadı var idi və arvadı ola-ola deməli katibəsinlə, sekretarınla, yəni katibə deyək də, cinsi əlaqəyə girir, katibəsi hamilə qalır. Avropada da belə şeyə çox dəhşətli pis baxırlar. Bunun cəriməsi 100 minlərlə avro, bəlkə də milyonlarla. Deməli, arvadı ol Azərbaycanda ya Rumuniya gətirir, katibə hamilə qalır. Və katibə deyir ki, yox, evlənməlisən mənlə. Deyir ki, onda səbr elə mənə vaxt ver, arvadı boşuyum, sənlə evlənim. 1 yaş, 3 ay müddətinə arvadını boşuyur, katibəsindən evlənir. Uşaqları olur hər nəysə. Daha sonra bu evinin qadını olur da, elə bil ki. Daha sonra bu yeni başqa katibəsindən, sekretarından da maliyyə hesablayan buğaltırla da cinsi əlaqəyə girir. Və oteldə jurnalistlər tərəfindən basılır. Və bütün kadrlar, çox şeylər mediaya çıxır. Deyilənə görə intim videoda var. Sadəcə onu hələ ki üzə çıxartmırlar. Bütün hallarda, dəyərli vətənlərim, bunun cinayət işi də var. Baxın, Rumuniyada 100 milyon dollar vergi borcu olan Sokarın Rumıniya rəhbəri bu qədər pullar tökərək bazlıq eləyirmiş. 3 yerdə arvad saxlayır. Biri boşadığına aliment, boşadığını saxlayır. İkincisi, bu sənin 100 milyon dollar vergi borcun olsun, amma sənin 2-3 yerdə villan olsun. Sənin 100 minlərlə, milyonlarla pul xərcləyəcəklə bu iş işlətək qadınlara. Belə şey olar mı dostlar? Belə şərəfsizlik, alçaqlıq olar mı dostlar? 80-dən yuxarı Rumuniyada zapravkalar var. Sokarın zapravkalar. Hamısının gəlirini bu Bibiana ilə yiyən Ramil Əsədullazadə idi də.